Bugün mən məktəblilər arası fən müsabiqəsinin suallarının izahını verəcəm. 7-ci sinif riyaziyyat bugün keçirilib. Başlayalım. Birinci sual. Ədədlərdən neçəsi 0,156, 0,165 ədədləri arasında yerləşir? Bu ədəd dövr onlu kəsirləri açılışını yazsaq, həmin ədədlərdən ikisinin 0,156 ilə 0,165 arasında yerləşdiyi görünər. A variantı. İkincidə A ədədinin A ədədi üçün aşağıdakıların hansı ifadə doğrudur? A ədədini aşağıdakı şəkildə göstərsək, yəni 5'i çıxarsaq buradan 5 vurulsun 5 üstü B minus 1 minus 1 olar. Bu da 5'e bölündüyü görünür. C variantı. Üçüncü çalışmaya gedib. Bir hədinin dərəcəsi 46'dır. Ona görə eni tapa bilərik. Deməli, dəyişənlərin üstlərini toplayıb 46'ya bərabər eləyib enin 8 olduğu tapılar. İkinci, bir hədinin dərəcəsi 32 olacaq. Əmsalda 10 olacaq. En tapılandan sonra. D variantı. 4 nömrəli çalışmaya geçsək, uyğunluğu müəyyən edin. Birincinin əmsal 6 dərəcəsi 5'dir, əmsal 7 dərəcə 9, əmsal 8 dərəcə 8'dir. Üçüncüdə uyğunluğu müəyyən etsək D variantı. Rezinin başlanğıc uzunluğundan 5'də 1'i kəsilib. Kəsiləndən sonra yerdə qalan rezini x-lə işarələsək, həmin rezini dartanda 4'də 3'ü qədər uzanır. Ona görə də x üstə gəlmək 4'də 3 x bərabərdir 84 olur, x 48. Rezinin kəsiləndən sonra uzunluğu 48 olduğuna görə rezinin 5'də 4'ü 48 olur. Rezinin başlanğıc uzunluğu 60 cm olar. B variantı. X 6-cı çalışmaya keçək. 6-cıda x'i bu şəkildə göstərək, y-də bu verilən gördüyünüz kimi bu şəkildə göstərsək, x və y ədədlərin fərqini tapsaq, üzərinə 2 əlavə eləsək, alınan cəm alınlar. A variantı. Keçək 7 nömrəli çalışmaya. 7 nömrəli çalışmada A və B ədədlərinin ən böyük ortaq böləni 6'dır. Ona görə də A 6n, B də 6m şəklində göstərilir. C isə 6m minus 6m olar. D variantında yerinə yazsaq, çevirmədən sonra 2n olunlar. Deməli, D variantı 2n şəklində göstərilir. Deməli, həmişə cüt ədəddir. 8 nömrəli çalışma. İfadəni sadələşdirin. Bu ifadəni sadələşdirməkdən ötürü gördüyünüz kimi çevirmələr aparıb D variantı alırıq. 9 nömrəli çalışmayı yerinə yetirməkdən ötürü dövr onlu kəsirləri adi kəsirlərə çevrilib məlum qayda ilə, dərsdə keçilən qayda ilə yerinə yetirsək, deməli, kəsin sürəti məxrəci bərabər olacaq. Ona görə də deməli B variantı olacaq. 10 nömrəli çalışmada azərkeşlər qiymət ucuzlaşandan sonra azərkeşlərin sayı 25% artır. Onda azərkeşlərin sayı əvvəl x-sa, sonra olub 1,25x. Qiymət 2'dir, sonra olub y, ucuz olub. 2 manatdan aşağı olub. Və şərtə görə də yığılan pul birincidə 2x idi, ikincidə yığılan pul 1,25x idi. Deməli, 12,5% artıb. 12,5% artıb. Bu da eləyir 2x üstə gəlməsi 0,1000'də 125 vurma 2x bərabərdir 1,125x y. Buradan da y-in 1,8 olduğu alınır. D variantı. Sonra 11 nömrəli çalışmaya baxsaq, əlimizdə 4 cm, 8 cm, 11 cm, 17 cm uzunluğunda çubuqların hərəsindən 2 ədədi var. Deməli, bu çubuqların üçündən istifadə olunaraq neçə müxtəlif bərabər yanlı üçbucaq düzəltmək olar? Əgər birinci oturacaqları götürək. Oturacağı 4 cm olsa, 3 ədəd üçbucaq düzəltmək olar, bərabər yanlı üçün. Oturacaq 8 cm olanda 2 ədəd düzəltmək olur. Oturacaq 11 olduqda 2 ədəd. Oturacaq 17 cm olsa 2 ədəd düzəltmək olar. Bu da cəmi eləyir 3 üstə gəlmək, 2 üstə gəlmək, 2 üstə gəlmək, 2, 9 ədəd. Burada biz sayı taparkən üçbucağın üçbucaq bərabərsizliyindən istifadə edirik. Gərək o tərəflər seçdiyimiz 3, qalan 2 tərəf, məsələn oturacaq 4 cm seçmişiksə,
Qalan iki tərəf deməli cəmi 4, qalan iki tərəfin cəmindən kiçik olan. Məsələn, oturacağı 8 sm götürmüşüksə, qalan iki tərəf deməli 8-dən böyük olmalıdır. Deməli 4 götürə bilmərik. 8 götürəndə oturacağı 4 götürə bilmərik. Çünki 4 üstə gəlmək 4 8-dən böyük deyil. Ona görə 2 də götürmək olur. 9 12 nömrəli çalışmaya baxanda 12 nömrəli çalışmada 259 S-yə bölünməlidir. S bir rəqəmlidir. Bu da ancaq 7-dir. 259 ancaq 7-yə bölünür. Deməli S-nin 7 olduğu tapılır. S-ni də AB-yə vuranda 259 alınıb. 259 da 7-yə böləndə AB-ni tapırıq 37-dir. 37-dir. 37 vurmaq 27 üstə gəlmək 11 bərabərdir 1010. C variantı. Keçdik 13 nömrəli çalışma. 13 nömrəli çalışmada ABC deməli 1 2 ədədlərinə mütənasib olduğuna görə BD də tənbələn olduğuna görə bax A bucağı K'dır, B bucağı 2K'dır. BD tənbələn olduğuna görə KK olur. Bu da 2K. Buradan da görünür ki AD BD-yə bərabərdir. AD BD-yə bərabərdir. Çünki bucaqlar KK'dır. Ona görə də 12 olur. Bu isə 2K olduğuna görə bucaqlar bərabərdirsə qarşı tərəflərdə həmin bucaqların bərabər bucaqların qarşısında duran tərəflər də bərabər olur. Həmin prinsipdən istifadə edib tapırıq ki BC də 12 sm olar. 12 sm olar. Bizdən nə soruşur? Tərəfi neçə sm olar? 12 sm. C variantı. A variantı yox, C variantı. 14 nömrəli çalışmaya baxaq. 2 nəfər əkizin də olduğu 6 qardaşdır. Deməli 2 nəfər əkizdirsə, onların yaşları eynidir. Yəni burada ya 13 2 dənədir, ya 15 2 dənədir, ya 17 2 dənədir, 19 2 dənədir, ya da 24. Seçmə üsuluna baxırıq. Ən böyük 3 qardaşın yaşlarının cəmli 17, 19, 24, 60 olduğuna görə böyük qardaşların 60, kiçik qardaşların yaşı cəmi 43-dür. İndi buradan da görürük ki 13-ün üstünə kiçik qardaş 13-ün 15-i toplayırıq. Ən kiçik 3 qardaş ikisini toplayırıq. Deməli o da tələb eləyir neçə? Deməli 15 tələb eləyir. Deməli 15 də 43. Deməli buna görə əkiz qardaşların yaşları neçədir? 15'dir. Daha yaxşı yanaşmaq üçün bax belə əslində 2 dənəsini toplayırsan. 24 ilə 19-u toplayırsan. Neçədə 60-a neçədə çatışmır? 17. Görürsüz? Bu 17 60'dır. 13-ün üstünə 15 gəlirik. Deməli 43 olması üçün 15 çatışmır. Ona görə 15 olmalıdır. Hökmən əkiz qardaş. Yaxşı. Əkiz qardaşların yaşı 15 olmalıdır. A ədədi bu şəkildə olub. 117'nin kvadratı əməlinin nəticəsi A ilə ifadə edin. Burada A ədədini bu şəkildə yazsaq, məxrəclərini eyniləşdirsək və bu zaman məxrəci 117 kvadrat minus 1 şəklində yazsaq, bu deməli tənasübün xassəsindən istifadə edib kənar edilərin yerini dəyişdirək və biri də bu biri tərəfə keçirsək D variantı alınır. 16 nömrəli çalışma. 16 nömrəli çalışmada deməli 3 rəqəmli ədəd, 2 rəqəmli ədədlərin ayrılışını yazsaq və çevirmələrdən sonra alarıq. 5 vurursa A minus B bərabərdir C. C bərabər 0 olsa A ilə B bərabər olmalıdır. A ilə B bərabər olmalıdır. Bu halda da 9 mümkünal olur. Yəni 1 1 A 1 1 0 2 2 0 3 3 0 9 9 0. Bir də C5 ola bilər. Buradan görünür. C5 olanda da deməli A 9 olanda bu da 9 mümkün hala uyğun gəlir. 9 olanda A 9 B 8 A 8 B 7 və belə davam edib 2 1 alarıq. Bir də 1 0. Deməli 9 da mümkün hal cəmi 18 hal mövcuddur. Natural bölənlərin sayı 15 olan ən kiçik natural ədədin rəqəmləri cəmi tapın. Bu ədəd
seçme yolundan da asanlıqla görə 2 üssü 4, 3 üssü 2 şəklindədir. Çünki bu 2 üssü 4, 3 üssü 2 şəklində olan ədədin bölənləri sayı 15 olur, natural bölənləri sayı. Bu da 144-dür. Rəqəmləri cəmdə 9 eləyər. X və Y natural ədədlərdir. 18-ci çalışmada deyilir. Qarşılığı sadədir. Yəni ortaq böləni yoxdur. Verilmiş bərabərliyi hər tərəfini 2-yə bölsək belə bir alınır, belə bir ifadə alınır. Buradan da görünür ki, hökmən bunlar qarşılıqlı sadə olduğuna görə bax 5x minus 4 11 olmalıdır. 11 olmalıdır. Bu birisi isə 29 olmalıdır. Buradan da x'in 3, y'in 9 alınır. Cavab A variantı 27. 19-cu çalışmaya keçək. 19-cu çalışmada A ədədi 2024 dənə bir rəqəmini yan-yana yazılması ilə əldə olunan 2024 rəqəmli bir ədəddir. İzahını da verib də 2000 yazdığı A bu şəkildə yazılan ədəd hələ bu deyilən sözləri təsdiq eləyir. Bu ədəd 2024-də vurulur. 2024-də vurulanda bax belə vurulur. 2'ye vurulur, 4'e vurursan, 2'ye vurursan, sonra yine 2'ye vurursan. Buradan görürüz ki 2021'de 8 olur. 2'den 6 olur. Alınan deməli hasilin cevabı. 2'den 6, 2'den 4, 2'den 2. Bu da eləyir 16192. Cevap D variantı. 20 nömrəli çalışmada boş xanaların sayı 2, 4, 14 olur. 56. Deməli, həmin 1-dən 15-ə tək ədədləri yazılıb. Onlar da 8 dənədir, 64 eləyir. 21 nömrəli çalışmaya baxsaq, 25 nömrə bu şəkildə yazsaq, bunun D variantı olduğu görünür. 22 nömrəli çalışmaya keçək. ABC natural ədədlərdir. 37-ni bax gördüyünüz kimi aşağıdakı kimi çevirsək və tutuştursaq, deməli görərik ki A 4, B 3, C də 2-dir və tələb olunan ifadənin qiyməti 10 olar. B variantı. Köçdük 23 nömrəli çalışmaya. 23 nömrəli çalışmada deməli ədədin 192 tam böləni var. Deməli natural bölənlərinin sayı 96-dır. Həmin ədədi sadə vurğulara ayırsaq 2 üssü n plus 2, 3, 5 üssü n şəkli alar. Bu ədədlərin bölənləri sayı, bölənləri ümumiyyətlə 2 üssü alfa, 3 üssü beta, 5 üssü qamma şəklindədir. Vurma prinsipinə görə 10 bölənləri sayı, natural bölənləri sayı n plus 3, vurmaq 2, vurmaq n plus 1 olar və buradan da n'in 5 olduğu görünür. Deməli n plus 1 ilə n plus 3 bir-birindən 2 vahid fərqlənir. 2 vahid bir-birindən fərqlənən ədədlər 6 ilə 8-dir, 48, n də 5 olar. Deməli həmin ədəd 5 dənə deməli 0 var imiş. 5 dənə 0, 2 dənə də 1 ilə də 2, 7 dənə C variantı. 24 nömrəli çalışmaya baxaq. 24 nömrəli çalışmada bərabər yanlı üçbucağın oturacağına bitişikli bucaqların bərabərliyindən istifadə olunub. Bax gördüyünüz kimi YF ilə FC bir-birinə bərabər olduğuna görə oturacağa bitişik ümumiyyətlə bərabər tərəflər qarşısında bərabər bucaqlar dayanır. Böyük tərəf qarşısında böyük bucaq dayanır. Həmin prinsipə əsasən. Deməli bərabər yanlı üçbucaqdır YFC. Burada alfa bu bucaq alfa olsa bu da bucaq alfa olur. Bu xarici bir də burada istifadə olunan üçbucağın xarici bucağı məhz 7-ci sinifdə keçilən mövzular bunlardır da hələlik. Xarici bucaq özü ilə qonşu olmayan bucaqların cəminə bərabərdir. Ona görə də bu xarici bucaqdır. YFC-nin 2 alfa olacaq. Və AYF də bərabər yanlı olduğuna görə bu 2 alfa olacaq. Məsələn şərtində DAC-nin 55 olduğu verildiyinə görə bu tələb olunan, axtarılan bucaq 55 minus 2 alfa olacaq. Yenə burada bu bucağın 3 alfa olduğu hardan görünür? Bax bu xarici bucaqdır. AYC-nin 2 alfa budur, alfa budur. Bu xarici bucaq 3 alfadır. 3 alfadır. Digər tərəfdən bu 3 alfa olduğuna görə AB ilə AY bərabər olduğuna görə B bucağı da 3 alfadır. Sonra diqqət yetirək.
Bax bu yenə bu bucaq, bu A, D, S üçbucağının xarici bucağıdır. Bucağın biri bu 55'dir. Buradan bura 55'dir. Bu alfadır. 55 plus alfa olacaq. A, B, D də bərabər yanlıdır. Ona görə oturacağı kiçik bucaqlar bərabərdir. İndi bu 3 alfa olduğunu qeyd elədik də A, B, Y üçbucağı da bərabər yanlı 3 alfadır. Deməli, böyük üçbucağa baxaq. Üçbucağın bucaqları cəmi 180 olmalıdır. Birinci A bucağı. Gəlin B bucağına başlayaq. B bucağı 3 alfadır. A bucağı 55 plus. Bu 55'dir. Ümumiyyətlə bu 55'dir də. Məsələn şərtində verilib. 55'dir. 55 plus alfa. 110 plus 5 alfa eləyəcək. 3 alfa, 180, 5 alfa 14'dir. DA'yı 55 minus, tələb olunan bucaq budur. 55 minus 2 alfadır. Deməli, 55 minus 28 alınacaq. 27. 25 nömrəli çalışmaya keçək. Tələb olunan ifadə, bax bu ifadənin qiyməti niyə bərabərdir? Bunu 3 kəsirin cəmi şəklində yazanda 3'də 2'ni çıxartsaq və verilənlərdə AX bərabərdir 5 olduğuna görə A'da 1 5'te x olacaq, B'de 1 5'te y olacaq, 5'te z olacaq və bu nəticədə 4 alınacaq. Yaxşı, sağ olun. Ola bilər sürətli danışdım, nöqsanlı danışdım, üzrlü sayın.